Deməli, biz deyirik ki, informatikanın 3 tərkib hissəsi var. Hardware, software, brainware. Hardware texniki təminatdır, yəni qurğulardan bəhs eləyir. Brainware alqoritm təminatdır, alqoritmlə bəhs eləyir. Software-də proqram təminatdır, proqramlardan bəhs edir, üzr istəmirəmsə. Deməli, texniki təminat hardware-də qurğulardan bəhs edir, software proqramlardan bəhs edir, brainware-də alqoritmdən bəhs edir. Burada bu gün öyrənəcəyimiz bu softwaredir, proqram təminatı. Buradan bizə 3 tip sual düşür. Yəni qəbula bir sual düşür bu mövzudan. Sadəcə bu mövzunu yaxşı biləndə bundan sonraki mövzularda rahat getmiş olur. Mövzu ilk baxışdan çətin görünə bilər, çünki proqram adlarıdır. Amma dərsdə elə bil ən vacib hissə, əzbərləyəcəyiniz hissə bu birinci olan, yəni səhifə 35-ə düşür. Bu qısa konspektdə göndərərəmsə 35-in səhifəni əzbərləyirik. Yerdə qalan hissələri sadəcə oxuyursunuz. Çünki yerdə qalan hissə proqram adları testdə qabağımıza çıxdıqca əzbərləyirik. İndi izah eləyəcəm, nümunədə göstərəcəm. Deməli, buradan birinci sual nə düşür? Kompüterə quraşdırılmış bütün proqramlar toplusuna nə deyilir? Cavab proqram təminatı. Yəni kompüterdə olan nə proqram bilirəmsə, oynadığım, istifadə elədiyim və s. hamısı proqram təminatıdır. Bu proqram təminatı 3 yerə bölünür. Sistem, instrumental, tətbiqi. Bizə soruşur ki, sistem nədir, instrumental nədir, tətbiqi nədir? Kompüterin işini idarə edən proqram təminatına sistem proqram təminatı deyirəm. Bax, bu idarə eləyəndir. İdarə edən. Yəni ən əsas hissədir. Edən. Tətbiqi nədir? İstifadəçi, yəni mənim konkret işimi görən, konkret və ya da hər hansı bir məsələmi həll eləyən, məsələmi icra eləyən, məsələ. Dolayısıyla bu olur tətbiqi. Yəni mən kompüteri nəyə görə istifadə edirəmsə, məsələn Zoom-dan istifadə edirəm, PDF-mi açıram, oyun oynayıram, ofislərdən istifadə edirəm, sosial şəbəkəyə mi girirəm, bax o tətbiqi proqramlardır. Bizim konkret işimizi görən. Məsələn təqdimat hazırlamalıyam, Movie Maker-dən və ya da bildiyiniz PowerPoint-dən istifadə edirəm. Bax bu tətbiqidir. İnstrumental nədir? Qısaca, testdə cavab yeni vasitələrin yaradılması, yeni proqramların hazırlanması. Yaratmaq yazıram. Nə isə yaratmaq. İndi lore dildə sistem kompüterin canıdır, yəni kompüterdə olan bütün işi aparan, görən sistemdir. Tətbiqi mənim istifadə elədiyim, yəni hər hansı bir şəxsin kompüteri alma səbəbidir. İnstrument də proqramçılar, IT-lərə lazım olan bir şeydir. Yəni, sistemi ya da tətbiqini yaradan proqramlardır. Deməli, sistem kompüterin işini idarə edən, məsələn, əməliyyat sistemi kimi proqramdır, məsələn, Windows, tətbiqi, oyun, ofis və s. bunlardır. İnstrument də proqramlaşdırma dilləridir. Java-dır, Pascal-dır, C++-dır. Yəni, yeni bir proqram yazmaqdır. IT, informasiya təhlükəsizliyi oxuyanların istifadə etdiyi bir proqramlardır. Gəlirik sistemə. Sistem bölünür iki yerə. Baza, servis. Yenə soruşur ki, baza nədir, servis nədir? Tərifi. Baza kompüterin işini idarə etməkdir. İdarə etmək. Fikir verin. Sistemə də eyni şey yazdım. Bazaya da eyni şey yazdım. Servis bazanın imkanlarını genişləndirmək. Yəni əlavə xidmətlər göstərmək. Bir növ elə bil bu xidmətidir digər adı. Xidməti proqramlar. Bazaya əlavə dəstək kimi olan proqramlar. Baza bölünür 3 yerə. Əməliyyat sistemi, əməliyyat örtüyü, şəbəkə əməliyyat sistemi. Əməliyyat sistemi nədir desək, kompüterin işini idarə etmək. Artıq burada nəyi görürəm? Sistemə də, bazaya da, əməliyyata da eyni tərif yazmışam. Kompüteri idarə eləmək. Niyə? Çünki sistemin ən əsas hissəsi bazadır. Bazanın da ən əsas hissəsi əməliyyat sistemidir. Yəni, necə ki, kompüteri qurğu olaraq idarə edən prosesordursa, proqram olaraq idarə edən də əməliyyat sistemidir. Windows'dur, Macintosh'dur, DOS ailəsindən olan hər hansı bir proqramdır. Bunlar əməliyyat sistemidir. Əməliyyat örtüyü nədir? Əməliyyat sistemi ilə əlaqəni asanlaşdırmaq. Əməliyyat sisteminin işini rahatlaşdırmaq. Elə bil necə ki, servis bazaya əlavə xidmətlər göstərir. Əməliyyat örtüyü də əməliyyat sisteminin işini asanlaşdırır.
Şəbəkə əməliyyat sistemində kompüteri şəbəkədə idarə etməkdir. Gəlirik servisə. Diaqnostika var, yəni yoxlamaq, kompüteri diaqnostika eləmək, test eləmək. Antivirus var. Antivirus kompüter virusları ilə mübarizədir. Virus nədir desəz, virus çoxalma qabiliyyətinə malik olan proqramlardır. Utilit var bir də. Və burada utilit özü bölünür iki yerə. Bir, administrativ deyirik, administrativ. Yəni xidməti gedir adı. Digəri də standartdır. Standart, yəni aksesori deyirik buna. Bunlar nədir? Bax, burada uşaqların qarışdırdığı istifadəçi ilə bağlı nə görsə gedib tətbiqi yazır. İstifadəçinin konkret işini görən, müəyyən sinif məsələni hazırlayan tətbiqi deyil, amma istifadəçiyə əlavə xidmətlər göstərən o servis proqramlarıdır. Çünki servisin içində utilitlər əslində bizə əlavə xidmətlər göstərir. Bunlara nə aiddir? Kalkulyatordur, səs yazmadır, notepad-dir, wordpad və s. Bax, qəbula sual düşür ki, hansılar administrativdir, yəni xidmətidir, hansılar standartdır? Bunları soruşur. Bu cədvəl şəklində var. İstəyirsə həmin cədvəli tapın göstərib. Amma əzbərləmədən belə, baxın gənclər, bu standart, bu da xidməti. Əzbərləmədən belə bu cədvəli necə tuta bilərəm? Yəni, necə yadda saxlaya bilərəm? Birinci yol budur, əzbərləmə yolu. Standartı əzbərləyirsiniz, yerdə qalan hər şey xidməti olur. Bir də kitabda yoxdur. Məsələn, bu Windows sistem hissəsini mən bura əlavə eləmişəm. Windows dərsindədir bu. Bunu sistem başlığı altında öyrənin. Bu nə standartdan getmir, nə administrativ, yəni xidmətidən getmir. Əlavə bir bölgüdür. Windows'un içindədir. Sadəcə burada bir-iki testdə adı keçib deyir, bir bölgü olaraq salmışıq. Ümumiyyətlə, utilitlər nədir? Utilit odur ki, Windows'un üstündə hazır gələn proqramlara utilit deyirik. Yəni, məsələn, oyun proqramı kimi, ofis proqramı kimi kənardan yükləmirəm. Hazır kompüterin üstündə var. İndi əsas burada biz aksessoru və administrativi necə fərqləndiririk? Əzbərləmədən. Proqramın nə işə yaradığını bilirsənsə, çox rahatdır. Aksessori bizim işimizi görür. Bizim işdir. Yəni istifadəçinin işini görür. Bax, istifadəçinin. Administrativ kompüterin işini görür. Yəni, məsələn, baxın, karakter map nədir? Simvollar, klaviaturada olmayan bütün simvollardan istifadə. Windows'da düzdür, onları açıb bir-bir göstəririk. Məsələn, buradan ya da bax, karakter map, buradan tapım göstərim, ya da elə aksessorun özündən baxa bilərik. Baxın, məsələn, mən Word-dən istifadə edirəm və yaxud da başqa proqramdayım. Mənə hansısa bir işarə lazımdır. Klaviaturada yoxdur. Bax, açıb buradan baxa bilərəm. Həmin işarəni tapıb istifadə edə bilərəm. Demək olar ki, bütün simvollar var burada. Adı da elə simvol xəritəsidir. Deməli, mənim işimi görür. Və yaxud da Internet Explorer brauzerdir. İnternetə girməkdir. Məhz input panel nədir? Mən qələmlə yazıram, onu düstura çevirir. Məsələn, gəlin o məhz input paneli də göstərim. Baxın, gəlsək, budur. Burada nədir? Mən yazdığım ifadəni, tutaq mən qələmləncə belə yazım. X kvadrat üstə gəl, 2x üstə gəl, kök altında 5 bölünsün B. Fikir verib, mən belə eybəcər yazdığım bir şeyi görsün nə səliqəli formada düstura keçirib. Sonra har istəsəm bunu copy-paste edib istifadə edə bilərəm. Yəni, mən qələmlə sürətdə yazıram, bu onu düstur şəklində göstərir. Yəni, bunu demək istəyirəm, mən istifadə edirəm. Onsuz da bunları Windows'da bir dəfə deyəsiyik. Notepad yazı yazmaq üçündür, Paint şəkil çəkmək üçündür və s. Yəni, mən istifadə edirəmsə istifadəçidir. Biri də var, kompüterin işini görür. Məsələn, kompüteri restore eləmək və yaxud da kompüterdə nəyisə planlamaq. Məsələn, hansısa bir əməliyyat yerinə yetirilsin, yaddaşı idarə etmək, kompüteri optimallaşdırmaq. Bunlar olur artıq administrativ. Digər bir forma ilə necə yadda saxlaya bilərik? Desən ki, mən heç proqramın funksiyasını da bilmirəm. Azca da olsa ingilis diliniz varsa, əgər tərcümə eləyə bilirsənsə, aksessoridir. Fikir verin, aksessoridəkilər çox primitiv sözlərdir. Amma tərcüməsi bir tık daha çətin gəlirsə,
ya da tərcümə eləyəndə nəyisə idarə etmə mənasını və s. verirsə, o administrativdir. Düşünürəm ki, bunu da bu şəkildə çözə bilərik. Bunu bir dəfə Windows-un üzərində deyəsiyik. Bu belə utilitlər. Sonra qaydırıq bölgümüzə. Burada antivirus deyirik, kompüter virusları ilə mübarizədir. Antivirusun özünün 5 dənə növü var. Bunlar nələrdir? Filtr keşikçi, detektor, proqram həkim, immunizator vaksinlər, bir də müfəttiş proqramlar. Məsələn, gəlin onu bir dənə burada sxemdən göstərim. Ola bilsin adını belə dediklərim yadınızda qalmadı. Baxın bunlar. Bu 5 dənə antivirus proqramı. Buradan aşağıda fikir verin, bax belə hamısını qabağında da belə fərqli rəngdə göstərmişəm nə iş gördüklərini. Buradan sadə şəkildə necə yadda saxlayın? Bilirsiniz, sizin adını eşitdiyiniz bütün proqramlar proqram həkimə aiddir. Kaspersky'dir, Nototski'dir, Aviradır, Avastı və s. Yerdə qalanlar nə iş görürlər? İmmunizator vaksin odur ki, vaksinləşdirmə ilə virusun qarşısını almaq. Yəni, sadə şəkildə bir peyvənd düşünün. Bu virus düşən kompüter üçün faydasızdır. Kompüteri təzə almışamsa, immunizator vaksin yükləyirəmsə, elə bir kompüteri vaksinləşdirib belə düşünün, peyvənd vururam sanki. Kompüterimə artıq virus düşmür. Virus yoluxmağa cəhd eləmir. Bu da sadəcə ümumiyyətlə antivirusda belə bir şey yadda saxlayın. Virus həmişə antivirusdan bir tık qabaqda olur. Bir addım. Belə deyək proqram stilindən. Yəni antiviruslar özündən məlum olan virusları tapır. Yəni sadə şəkildə deyim, tutaq ki, hər hansı bir xəstəlik düşünün. Məsələn, vərəmə qarşı və yaxud da başqa bir şeylərə qarşı vurulan peyvənd sırf həmin xəstəliyə qarşıdır. Yəni antiviruslar da hal-hazırda yayılan viruslara qarşı olur. Kimsə yeni bir virus növü yaratsa, həmin o köhnə antivirus gərək üzərində update olunsun ki, o virusu tapsın. Yoxsa o virusu tapa bilmir. Yəni ki, bu məntiqini tutursunuz. İmmunizator vaksin də köhnə viruslara bir yoluxmasın deyə kompüter bütün sanki fayllarımızı vaksinləşdiririk. Virusa yoluxmuş kimi göstərir. Virus cəhd eləmir. Qısaca testdə deyirik, vaksinləşdirmə ilə virusun qarşısını almaq. Müfəttiş nədir? Cari vəziyyətlə əvvəlki vəziyyəti müqayisə etmək. Necə tapır virusu? Məsələn, baxır ki, dünən kompüterin yaddaşı 50 megabayt idi, bu gün 60 megabaytdır. Mən heç nə yazmamışam, amma yaddaş özü dola-dola gedir. Bu virusun əlamətidir. Çünki virus çoxalma qabiliyyətinə malik olan proqramdır. Öz-özünə arta-arta gedir, yaddaşı doldurur. Detektor əməli və xarici yaddaşda virus axtarır. Filtr keşikçi də rezident proqramdır, təhlükəli əməliyyatlara nəzarət eləyir. Ümumiyyətlə, rezident dediyimiz şey nədir? Onu viruslarda deyirik. Baxın, virusların bölgüsü var, əlamətləri. Yaşayış mühiti, yoluxdurma, destruktiv alqoritma xüsusiyyətlərinə görə növləri. Burada yoluxdurmada rezident, qeyri-rezident anlayışları var. Əgər proqram əməli yaddaşda yerləşirsə və yaxud da virus əməli yaddaşı yoluxdurursa, bu rezidentdir. Bir növ İngiliscədən resident, sakin sözündən. Yəni, elə bil əməli yaddaşda daimi sakindir, yaşayır bu. Bu rezidentdir. Yox, əməli yaddaşı yoluxdurmursa, əməli yaddaşda söhbət RAM-dan gedir. Bu qeyri-rezidentdir. Sadə loru dildə izah edeyim. Biz kompüterimizə virus düşüb. Hardan bilim ki, rezident virusdurmu, yoxsa qeyri-rezidentdirmi? Baxın, bu kompüterdə tutalım ki, mən hər dəfə bu PDF açanda kompüter donur. Amma başqa bir faylları proqram açanda kompüter belə gül kimi işləyir. Deməli, burada düşən virus qeyri-rezidentdir. Yəni, əməli yaddaşı yoluxdurmayıb. Sadəcə bir faylın ya da bir proqramın içində var. Amma rezident olanda bütün əməli yaddaşı yoluxdurur. Yəni, mən bu kompüterdə nəyi tıqqıldadıb açıram, ekran dona-dona işləyir. Və buna rezident deyirik. Deməli, rezidentdə bütün ekran donur, yəni əməli yaddaşı yoluxur. RAM yoluxur, hər şeyin sürəti azalır. Amma qeyri-rezident odur ki, məsələn, sırf bir oyun proqramında virus var, təkcə həmin proqrama girəndəcə kompüter donur. Biz buna qeyri-rezident deyirik. Sonra yaşayış mühitinə görə fayl var, yükləmə var, fayl yükləmə var, şəbəkə var.
Fayl virusu aydın məsələ faylları yoluxdurur, faylın kod sistemini dəyişir. Bax, bu qabağına kod yazıram. O izahlarda qeyd eləmişəm. Yükləyici viruslar diskin yükləyici sektorunu zədələyir. Sektorun nə olduğunu əməliyyat sistemi dərsində deyəcək ki, yaddaşın bölünə biləcəyi ən kiçik hissə sektorlardır. Fayl yükləmə həm fayla, həm sektorları zədələməkdir. Şəbəkədə yayılmaqdır. Yəni internet üzərindən düşən viruslara deyirik. Destruktiv imkanlar var. Yenə ingiliscədən destruction dağıtma deməkdir. Yəni vurduğu zərərə görə virusların növləri. Ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli. Bir də alqoritmi xüsusiyyətlərinə görə növləri var. Bunlardan da necə yadda saxlayın? Ən təhlükəlisi stealth-dir, ən təhlükəli. Təhlükəli. Çünki bu kompüteri aldadan alqoritmlə istifadə edir. Antivirus aldadan tapmaq çətindir. Ən primitiv tələbədir, ən primitiv. Yəni ən sadəsi. Ya da ən ziyansızı. Solucan şəbəkədə yayılandı, şəbəkə. Ən çox testlərə bunlar düşür. Bir də burada alqoritmi xüsusiyyətlərinə görə adlar sizə biraz qəribə gələ bilər. Tərcümə olunub deyə belədir. Yəni, məsələn, normalda bu solucan dediyimiz voron virusları deyirik. Şəbəkədə yayılanları. Prosta tərcüməsi ilə bizim dilə solucan verir deyə. Ona görə adını tərcümə edib yazıblar hamısını. Makroviruslarda ofis proqramlarına yoluxur. Ofis. Ən vacib olan bunlar. Bax, testdən çox soruşan makronu soruşar, ya da testdən solucanı soruşar. Belə, ümumiyyətlə viruslardan bir, ən vacib bu bölgünü əzbərləməlisiniz, sonra digərləri, bu ən vacibdir. Və də daha vacib olan antiviruslardır. Çünki testdə ən çox düşən bunlar olur. Bunların adları əzbər. Ardınca da belə təriflərinə baxarsınız. Burada bir-bir qabağında əsas hissələri yaşıl rəngdə göstərmişəm. İmtahanda tərcüməsi olur. İmtahanda İzmir dilində olur bu hissə. İngilis dilində vermir. Yəni, məsələn, forum deyə bir şey yazmır. Prosta onu dedim, bəlkə aranızda uşaqların proqramçılar var. Solucan nədir deyə düşünər. O baxımdan şeyini dedim. İmtahana bu mövzu ancaq İzmir dilində düşür. Üç dil düşən mövzu ofis proqramlarıdır. Bir də Windows'dur. Onlarda həm ingilis dilində, həm rus, həm azərbaycan dilində düşür. Amma bu mövzular ancaq azərbaycan dilində düşür. Yəni, qarşılığın ingiliscəsini yazmır. Belə. Bunu da dedik. Bax, sistem hissəsi bitdi bundan. Sonra gəlirik instrumentala. İnstrumental üç yerə bölünür. Proqramlaşdırma dilləri, integral mühit, kompleks. Burada da ən vacib olan proqramlaşdırma dilləri hissəsini əzbərləyirsiniz ya da öyrənirsiniz. Bu bilgiləri eləcə oxuyursunuz. Çünki proqramlaşdırma dilləri proqram yaratmaqdır, integral mühit onun üçün mühit qurmaqdır, kompleks də case texnologiyasıdır. Mürəkkəb proqramların yaradılmasıdır, mürəkkəb. Elə bir gəlin ən belə rol dildə deyim bunların fərqini. Elə bir biri var ki, üçü də əslində proqramlarla bağlıdır, proqramla işləməkdir. Biri var, sadə proqram hazırlayıram. Sadə. Biri var, idelərdən istifadə edirəm. İndi sizin dildə, yəni belə lor dildə desək, ide nədir? Əlavə, təkmilləşdirmə bir növ. Yəni köməkçi, hazır düsturlardan istifadə edirəmmiş kimi. Bir də var, mürəkkəb bir proqram yaradıram, daha çətin. Elə bir daha belə digər alternativ forma deyim. Biri var, həyət evi tikirsən, bir mərtəbə. Və bu proqramlaşdırma dilləridir. Yəni sadə bir şey hazırlayırsan. Biri var, üç mərtəbə villa tikirsən. Bunun üçün sənin müəyyən instrumentlar və yaxud da nə bilim köməkçi vasitələr, belə bir dəstək lazımdır. Bu mühitdir. Biri də var, siz bina tikirsiniz. Artıq bina üçün mənə fərqli-fərqli mütəxəssislər, daha mürəkkəb texnologiyalar lazımdır. Bu da kompleksdir. Və arasındakı fərq budur. Sadədən mürəkkəbə doğru getmək. Burada da proqramlaşdırma dilləri olan hissəni öyrənirsiniz. Proqramlaşdırma dilləri bölünür iki yerə. Aşağı səviyyəli proqramlaşdırma dilləri, bax bu hissə. Bir də yüksək səviyyəli. İkicidən aşağı səviyyəli proqramlaşdırma dili var. Assembler, Avtokod. Yerdə qalanlar olur yüksək səviyyəli proqramlaşdırma dilləri. Burada da bu hissəni mexanik yəqin səhv etmişik. Bu hissə burada yoxdur. İlk proqramlaşdırma dili Fortrandır. Yəni ki, onu bir yerə yazmaq istəmişik. Bunun içərisində aşağıda yazmışıq. Bu hissə burada səhv gedib.
Bunu silib sizə yenidən göndərərəm. Deməli, ilk proqramlaşdırma dili Fortrandır. Burada aşağı səviyyəli, yüksək səviyyəli nə deməkdir? Bilirsizmi? Proqramlaşdırma dili insan dilinə nə qədər yaxındırsa, yəni istifadəsi rahatdırsa, buna yüksək səviyyəli proqramlaşdırma dili deyilir. Məsələn, hal-hazırda ən məşhur olan Python kimi. Bizim dildən nə qədər uzaqdırsa, yəni öyrənməyi çətindirsə, o aşağı səviyyəli sayılır. Məsələn, elə bir xarici dil kimi müqayisəsini versəm. Tutaq Azərbaycan dilində olan bir şəxsə rus dili yüksək səviyyəli sayılır. Çünki bəzi sözlərimiz uyğundur və yaxud da əlifba ilə götürsək ingilis, fransız dili bizə görə rahatdır. Amma məsələn fars dili, ərəb dili, Çin dili, nə bilim Koreya dili, bunlar bizə görə çox çətindir. Çünki əlifbası fərqlidir. Bax aşağı yüksək dediyimiz anlayış da budur. Kompüter dilinə, yəni proqramçıya nə qədər rahatdırsa işləmək, o yüksək səviyyəli sayılır, çətindirsə aşağı səviyyəli sayılır. Burada bu isə alqoritm mövzusunda da var idi. Proqramlaşdırma dilində yazdığım proqram ilkindir. Bunu maşın dilinə çevirəndə olur işçi proqram. İndi ilkin proqramı işçi proqrama çevirən translyatordur. Translyatorunda, yəni çevirici deyirik də, translate eləmək. Bunun da iki növü var. İnterpretator, kompilyator. Hər bir cümləni tək-tək çevirən interpretatordur, bütöv çevirən kompilyatordur. Elə bil bunu da sizə doğru dildə izah edeyim. Baxın, məsələn, mən bir dənə avtomobil qurdum. Yaratdım məsələn, belə düşünün. Bu ilkin proqram sayılır. Mən bunu gedib şəhadətnaməsini alıramsa, gedib buna texpasport çıxardıramsa, bu artıq işçi proqramdır. Yəni artıq mən bununla yola çıxa bilərəm. Çünki buna icazə veriblər. Yəni qısaca proqramçının proqramlaşdırma dilində yazdığı ilkindir. Bunu ustanovka eləyirsə, bu artıq olur işçi proqram, yəni mütləq proqram. Yəni bunu quraşdırırsa, maşın dilinə çevirirsə, kompüterin başa düşəcəyi dilə çevirirsə, bu olur işçi proqram. Elə bir maşına nömrə alırım iş kimi. İndi biz bu yaratdığımız proqramı çevirmək üçün və yaxud da belə düşünün, bir dənə məqalə yazmışam. Bu məqaləni beynəlxalq bir konfransda istifadə eləmək istəyirəm. Deməli, bunu ingilis dilinə çevirməliyəm. Bax, çevirmə dediyimiz budur. Çevirmək üçün translyatordan istifadə olunur. Mən yazdığım, məsələn, 5 vərəqlik bir mətindir. Əgər mən hər cümləsini ayrı-ayrı tərcümə eləyəcəmsə, tək-tək, birinci bitirirəm, sonra ikinciyə, sonra üçüncüyə, bu olur interpretator. Yəni, hər bir operatoru bir-bir təhlil eləyir. Amma bütöv kompleks çevirirəmsə, bu kompilyatordur. Bax, fərqi də budur. Deməli, burada proqramlaşdırmadan, instrumentaldan nəyi bildik? 3 yerə bölündü. Proqramlaşdırma dilləri, mühit, kompleks. Proqramlaşdırma dilləri bölünür 2 yerə. Aşağı yüksək səviyyəli. Proqramlaşdırma dilində yazılmış proqram ilkindir. Onu maşın dilinə çevirirəmsə işçidir. Yəni mütləqdir. Artıq işləyir bu. İlkini işçiyə çevirən translyatordur, tərcümə eləyən. Tək-tək tərcümə eləyirsə interpretatordur, bütöv çevirirsə kompilyatordur. Və bu da instrumentaldan lazım olan hissəsi. İntegral mühit dediyimiz idelərdir, belə yadda saxlayın, mühit qurmaqdır. Proqram kompleksi də case texnologiyasıdır, yəni mürəkkəb informasiyanın vizuallaşdırılması. Bu belə ən sonuncu keçirik tətbiqi proqramlara. Tətbiqi proqram paketi deyirik bunlara. 4 yerə bölünür. Ümumi, üsul, qlobal, problem yönlü. Adlarını bilirsiniz hamısının, oxuyursunuz. Amma üsulla problemin içini oxumağa ehtiyac yoxdur. Üsul çünki riyazi statistikada istifadə olunan proqramlardır. Məsələn, TK Solver kimi və s. Problem yönlü də hansısa bir problemin həllində istifadə olunandır. Belə bölgü olaraq 4-ünü də soruşar, amma içindən olaraq sual verdiyi ya ümumi təyinatlığını soruşur, ya qlobalı. Onsuz da elə ümumi təyinatlı bütöv dərsə bəs eləyir. Çünki içində hədsiz çox proqram var. 15 bölgü var. Hərəsində də birində 10, birində 5 və s. Belə proqram hissəsi çoxdur sayı. Bax, gənclər, bu 4 dənə bayaq dediyimiz proqramlar ümumi təyinatlı özü bölünür 15 dənə yerə.
Mətn redaktoru, cədvəl, qrafika, nəşriyyat, tərcümə, lüğət, integral paket, ekspert, oyun, mühasibat və s. Və bu bölgü gördüyünüz bunlar. Dolayısıyla hələ burada lazımsız hissələri çıxarmışıq, vacib olmayanı. Bunların adlarını əzbərləyirsiniz. Bu qara ilə qeyd etdiyim. Məsələn, bizə testdə nə düşər? Aşağıdakılardan hansı ümumi təyinatlıya aiddir? Axtaran variantda mətn varmı, cədvəl varmı, qrafika, tərcümə, lüğət bunlar varmı? Bir belə, bir də məsələn bu cədvəldə tutaq içindəki proqramları əslində əzbər bilməliyik. Amma bunu bir-iki dərs əzbərləmək onsuz mümkün deyil. Bunu hər dəfə testlərdə təkrar-təkrar qabağımıza çıxdıqca əzbərləyirik. Yəni elə bir test işləyirsən, testdə səndən mətn redaktorunu soruşdu, açıb bura baxırsan, təkrarlamış olursan. Dediyim budur. Öyrənə bildiyiniz qədər öyrənin, amma bu hissədən çox da narahat olmayın, onsuz testdə qabağımıza çıxdıqca əzbərləmiş oluruq. Həm də bunun içini ayrı-ayrı mövzularda bir dəfə keçəcəyik. Yəni məsələn, Word-ü keçəndə mətn redaktorlarını Word-də keçəcəyik. Excel cədvəl prosesorlarıdır. Qrafika ayrıca bir mövzudur. Təqdimatdaya PowerPoint-i keçirik. VBIS ayrıca bir mövzudur, 10-cu mövzu. Yəni indən sonra keçəcəyimiz əslində bütün mövzular bunun içərisidir. Məsələn, qlobal şəbəkə keçəcək internet, bax buradakılardır, naviqasiya, brauzerlərdir. Onu ayrıca dərs olaraq keçəcək. Yenə də bu mövzudan əzbərləyə bildiyiniz qədər, yəni proqram adları yadda saxlaya bildiyiniz qədər saxlayarsınız. Burada da qlobal kompüter iki yerə bölünür. Naviqasiya, elektron poçt. Naviqasiya yəni internetə giriş vasitələri. Web səyyah deyirik və yaxud da brauzer deyirik. Bildiyiniz Safari, Chrome, Opera və s. Elektron poçt da bildiyimiz e-mail proqramları, Gmaillər, Eudora, MS Outlook və s. Deməli, bu mövzuda yekunlaşdırsaq, bizə lazım olan hissə nədir? Kompüterə quraşdırdığım bütün proqram toplusuna proqram təminatı deyirik. Proqram təminatı 3 yerə bölünür. Sistem işi idarə edəndir. İnstrument yeni vasitə yaratmaqdır. Tətbiqi istifadəçinin konkret işini görməkdir. Sistem bölünür 2 yerə. Baza, servis. Yenə baza əsas işi idarə etməkdir. Servis bazanın imkanlarını genişləndirməkdir. Baza bölünür 3 yerə. Əməliyyat sistemi yenə kompüterin işini idarə etmək, örtük əməliyyat sistemindən işi asanlaşdırmaq, şəbəkə əməliyyat sistemi kompüteri şəbəkədə idarə etmək. Servisin növləri diaqnostika, yoxlamaq, antivirus, virusla mübarizə, utilit, köməkçi proqramlar. Antivirus sözü bölündü 5 yerə. Filtr keşikçi, detektor, müfəttiş, proqram həkim, immunizator, vaksin. Utilit bölündü 2 yerə. Standart, administrativ, yəni xidməti. Standart dedik, biz işlətdiyimiz, tərcümə edə bildiyimiz sadə proqramlardır. Yəni İngilizcədən tərcüməsini tutduğumuz kalkulyator, səs yazma, notepad, wordpad, paint, ekran klaviaturası, ekran görüntüsü, bu proqramlar. Administrativdə kompüterə xidmət edən proqramlar. Disk cleanup, drive space, system information, system restore və s. Bu belə instrumentalı böldük 3 yerə. Proqramlaşdırma dilləri, mühit kompleks. Dedik, proqramlaşdırma dilləri proqram vasitələrini yaratmaqdır, sadədir. Mühit idelərdir. Biraz daha belə deyim, mürəkkəb deməyək də bunu. Əlavə vasitələrdən istifadə edək. Proqram kompleksdə mürəkkəb əməliyyatların qurulması, case texnologiyası. Proqramlaşdırma dillərini böldük 2 yerə. Aşağı səviyyəli, yüksək səviyyəli. Assembler, avtokod aşağı səviyyəlidir, qalanları yüksək səviyyəlidir. Proqramlaşdırma dilində yazdığım proqram ilkindir, maşın dilinə çevirdiyim işçi proqramdır və yaxud mütləq proqramdır. İndi mən ilkin proqramı işçiyə çevirmək üçün çeviricidən, yəni translyatordan istifadə edirəm. Translyatorun 2 növü var. İnterpretator tək-tək çevirir, kompilyator kompleks şəkildə, yəni bütöv çevirir. Ən sonuncu tətbiqi proqramlar, tətbiq proqram paket deyirik, 4 yerə bölünür. Universal, yəni ümumi təyinatlı, qlobal, üsul, problem yönlü. Ümumi təyinatlıya aiddir mətn, cədvəl, nəşriyyat, lüğət, təqdimat, tərcümə, mühasibat, oyun, integral paketlər, ekspert sistemləri və s. Qlobal kompüter şəbəkəsi bölünür 2 yerə. Elektron poçt, bir də naviqasiya.
Naviqasiya brauzer deməkdir. İnternetə giriş vasitəsi. İnternetə girdiyimiz bütün proqramlar. Maxstondur, Mozaikdir, Operadır, Safaridir, Chromedur. Burada əsas nəyə diqqət edin? Google götürməyin. İnternet mövzusunda bunun ətrafını keçəsiyik. Google axtarış sistemidir, brauzer deyil. Brauzer Google Chrome'dur. Yəni Chrome də əslində brauzer. Google eləcə axtarışdır, Chrome brauzerdir. Ona görə mütləq Chrome olmalıdır. Təkcə Google olmaz. Və yaxud da Yandex, brauzer və s. Elektron poçtda bildiyimiz e-mail proqramları nəyi bilirsinizsə, məşhur olan şirkətlərin istifadə edildiyi və yaxud da dövlət müəssisəsində Outlook-dur və yaxud da Eudora ilə istifadə edilir. Belə. Bu da bütöv olaraq proqram təminatı mövzusunun izahı. Yəni proqram təminatında bizə vacib olan hissələr.